Vətən müharibəsi əlilləri üçün həyat müharibədən əvvəl və müharibədən sonra kimi iki hissəyə ayrılır. Müharibənin öz qanunları, öz qaydaları olduğu kimi, özünün reallıqları da var. İkinci Qarabağ müharibəsi zamanı düşmənin üzərinə yeriyən igidlərimizdən şəhadətə ucalan da oldu, Vətən müharibəsi əlili ünvanını qazanan da. Vətən müharibəsi əlili adını qazanan igidlərimizdən biri də Həsənov Pərvin İkramoğludur. Pərvin 1991-ci il dekabr ayının 10-da Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuşdur. Təhsil həyatına Nəsrəddin Tusi adına tam orta məktəbdə başlayan Pərvin, o vaxtlardan həm fiziki göstəricilərinə görə, həm də dünya görüşünə görə öz yaşıdlarından fərqlənirmiş. Pərvini tanıyan hər kəs onun əsl vətənpərvər olduğu haqqında danışır. Elə buna görədir ki, hərbi xidməti başa vurduqdan sonra müvafiq kursları keçərək yenidən hərbiyə qayıdır. İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşə atılan Pərvin, cəbhənin müxtəlif istiqamətlərində qəhrəmanlıq göstərir. Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənən Pərvin bir an belə qorxmur, daima düşmənin üzərinə atılır. Onun döyüş əzmi, döyüş taktikası bilikləri digər döyüş yoldaşlarını da həvəsləndirir və onlar da Pərvini nümunə götürərək qorxmadan düşmənin üzərinə atılırlar. Müharibənin son gününə qədər vuruşmaq istəsə də, Pərvin oktyabr ayının 13-də ağır yaralanır. Yaralansa da döyüş meydanını tərk etmək istəmir. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Füzulinin, Cəbrayılın, Qubadlının, Şuşanın azad olunmasına görə Vətən müharibəsi iştirakçısı və cəsur döyüşçü medalları ilə təltif edilir.